Здравствуйте, дорогие зрители! Добро пожаловать на наш канал Уроки русского языка. Сегодня мы с вами начинаем второй класс. Это новая версия второго класса. Старая версия тоже есть, видео уроки у нас на канале, а это уже новая версия. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz mənim rus dili kanalıma. Sizinlə biz bugün 2-ci sinifin yeni versiya kitabını başlayırıq. Bizdə köhnə versiyamız kanalda var, amma bu ildən artıq yeni versiyada çıxardıblar və indi mən o təzə kitabın sizinlə videolarını paylaşacağım. Ümumi burada 6 dənə bölmə var və 6 bölmədən ümumi 28 dənə dərs var. Bugün sizinlə başlayırıq birinci dərsi. Sadəcə bir hissə var, detal var ki, təəssüf ki, audiolar yoxdur. Yəni saytda audiolar yoxdur. Çox vaxtı qoyurdular. Ola bilsin ki, təzə versiyada ona görə yoxdur. Əslində istəyərdim gözləyək ki, audiolar da çıxsın, sonra ümumi kitabı paylaşım ki, hər şeylə bir yerdə olsun. Amma bir neçə izləyicimiz artıq yazıb ki, yəni dərslərimiz biraz çətinlik çəkirik. Zəhmət olmasa paylaşın ki, biz də oradan baxıb öyrənək. Ona görə mən çox saxlamıram və audiolar çıxandan sonra hansısa bir suallarınız olsa mütləq mənə yazıb, şəxsidən ya da YouTube'da комментарий yazıb soruşa bilərsiniz. Теперь давайте начнем урок первый. А вот и мы. Deyir, bax, bu da bizik. Я и мои друзья. Birinci razdel. Первый razdel birinci bölməmizdir. Урок первый. Dərs 1. Значит, tapşırıqlardan başlamamışdan öncə görürük burada şəkil, kartina və birinci tapşırığımız da bu şəkilə aiddir. Ответьте на вопросы по картинке. Deyir, şəkil üzrə suallara cavab verin. Куда пришли дети? Deyir, uşaqlar hara gəliblər? Siz deyirsiniz məktəbə, в школу. Qısa deyə bilərsiniz, sadəcə məktəbə, в школу və yaxud da tam deyə bilərsiniz. Təbii ki, çox yaxşı olar ki, uşaqlar cümlələri tam desinlər ki, dilləri artıq cümlə qurmağa öyrəşsin. Deyirsiniz, дети пришли в школу. Görürsünüz, elə buradan da deyirsiniz. Дети пришли в школу. Второй вопрос, ikinci sual. Кто их встречает? Kim onları qarşılayır? Görürük ki, müəllimə. Müəllimə учительница. Qısa deyə bilərsiniz. Учительница və yaxud da их встречает учительница. Bax, bu tam cümlə lap yaxşı olardı. Burada da sualın içində də artıq cavab var. Sadəcə bir dənə bu sual sözünün əvəzinə biz cavabımızı deyirik. Их встречает учительница. Третий вопрос. Сколько на картинке мальчиков и девочек? Deyir, şəkildə neçə oğlan var, neçə qız var? Biz görürük ki, burada 2 oğlan var, 2 qız var. Amma belə deyirik. Birincisi tam deyək. На картинке 2 мальчика и 2 девочки. Baxın, 2 oğlan cinsinə deyirik 2, 2 qadın cinsinə deyirik. Deyirsiniz ki, 2 Azərbaycan dilində eyni şeydir. Bəli, amma rus dilində yox. Rus dilində 1 də, 2 də bunların cinsləri var. Oğlanlara ayrı deyirlər, qızlara ayrı deyirlər. Ona görə deyirik 2 мальчика, 2 девочки. Кому ученики принесли цветы? Deyir, uşaqlar kimə, şagirdlər kimə gül gətiriblər. Deyirik, учительнице. Kimə? Müəlliməyə, учительница. Və yaxud da tam cavab veririk. Ученики принесли цветы учительнице. Это первое задание. Bu birinci tapşırığımız idi. Прослушайте слова и повторите. Baxın, təəssüf ki, ikincidə artıq dinləmədir. Deyir, qulaq asın və təkrar eləyin. Ümidvaram müəllimə sinifdə audioları tapa biləcək, onlara veriləcək və onlar uşaqlarla deyib təkrarlayacaqlar sinifdə. Задание третье. Укажите картинки, название которых отвечает на вопрос «кто». Deyir, buradan kim sualına cavab olan şəkilləri göstərin. Biz bilirik ki, çantadır, bu penaldır, ruçka, bunlar hamısı nə sualına cavab verir? Кто? Мальчик. Bu oğlandır, мальчик. Demək, bunu göstəririk. Кто? Мальчик. Bir də кто? Учительница. Müəllimə, учительница. Bu da ktodur. Bu ikisini göstəririk. Мальчик, учительница. Задание 4. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. Burada deyir ki, bu dialoqları müəllimin arxasınca təkrar edin və buna uyğun da bir dialoq siz, nümunəyə uyğun da siz qurun. İndi mən bu dialoqu oxuyub tərcümə edəcəm. Siz də evdə uşaqlarınızla ona oxşar adını dəyişərək və yaxud da başqa bir sözü dəyişərək ona oxşar dialoq qurarsınız. Привет, Arif. Bax, bu oğlandan bu qızın söhbətidir. Привет, Arif. Qız deyir. Здравствуй, Арифа. Как ты провел каникулы? Я отдыхал у бабушки в деревне. А ты где отдыхала? Я отдыхала на даче.
Прекрасно. Идем в класс. Qız deyir, salam Arif. Oğlan, salam Arifə. Qız deyir, tətili necə keçirdin? Deyir, mən nənəmgildə kənddə idim, istirahət eləyirdim. Bəs sən harada istirahət eləyirdin? Mən deyir, bağda istirahət eləyirdim. Əla, gedək sinifə. Bax, bu dialoq budur. Adları dəyişdirirsiniz. İndi kim harada istirahət eləyibsə, onu əlavə eləyirsiniz. Direvnya kənddə, onun əvəzinə başqa bir söz deyə bilərsiniz. Nənənin əvəzinə baba deyə bilərsiniz və s. və ilaxır. Belə bunu dəyişdirə bilərsiniz. İkinci dialoqa baxaq. Здравствуйте, ребята. Bax, bu dialoqdur. Здравствуйте. Вы готовы к школе? Да, мы хотим учиться. Удачи вам. Спасибо. Deyir, salam uşaqlar. Müəllimə deyir. Salam. Siz məktəbə hazırsınız? Bəli, biz oxumaq istəyirik. Удачи вам. Sizə uğurlar. Спасибо, çox sağ ol. Buna uyğun da bir dialoq qurarsınız. Укажите картинки, название которых можно заменить словом он. Deyir, burada şəkildə elə sözləri göstərin ki, hansını ki on sözü ilə əvəz eləmək olar. Demək, on nə deməkdir? Uşaqlar, on o deməkdir. O, necə deyirik Azərbaycan dilində? O, oğlandı, o, qızdı. Bax, bu o sözü rus dilində oğlanlara ayrıca deyirlər, qızlara ayrıca deyirlər. Azərbaycan dilində eyni şeydir, amma rus dilində yox, ayrı-ayrıdır. Çünki rus dilində cinslər var. Hər şey ayrıdır. Oğlanlar üçün ayrı olur, qızlar üçün ayrı olur. İndi on, oğlan cinsi, o deməkdir. Biz onda burada kimdən əvəz eləyə bilərik? Sadəcə oğlandan və burada ata var. Ya da müəllim də deyə bilərsə, ondan əvəz eləyə bilərik. Demək, on, malçık, ondan əvəz eləyə bilərik. Ya oğlan deyə bilərik, ya o deyə bilərik. Malçık, bir də papa. Ya da müəllim kimi nəzərdə tutsanız, uchitel. Yəni, bu kişi cinslər, ikisi də kişidir. Ona görə bunları on sözü ilə əvəz edə bilərik. Bunlara olmaz. Malçık və papa, uchitel. Запишите элементы буквы А, O. Burada yazmaq lazımdır. A və O hərflərin elementlərini yazmaq lazımdır. Bunu müəllim yəqin ki, sizə dərsdə verəcək yazmağa. Bu qədər. Artıq ikinci dərs gəlir. Biz onu gələn dərs sizlə baxacaq gələn videomuzda. Bu qədər. Nəsə aydın olmasa, mütləq yazıb soruşarsınız. Nəsə çətinlik olsa, bu dialoqlarda biraz çətindir. Əslində uşaqlar hələ ki oxuya bilmirlər. Hərflər təzə başlayırlar. Valideynlərdə də çətinlik olsa, mənə deyərsiniz, mən bir də sizə köməklik göstərərəm. Belə mümkün qədər uşaqlara çalışın ki, sözləri istifadə eləsinlər rus dilində. Bu qədər. Nəsə sualınız olsa yazarsınız. Sağ olun, gələn dərs görüşərik. До свидания. Увидимся на следующем уроке. Если будут вопросы, пишите, спрашивайте. Всем хорошего дня. Всем